Salam, xoş gəldiniz. Bürclərin səsi Astro Zodiac kanalına. Burada hər bürc danışır. Duyğusu ilə, düşüncəsi ilə, uyumu ilə. Bugün Bürclərin Uyumu seriyasının ilk hissəsinə baxırsınız. Bu seriyada hər həftə bir bürc cütlüyünün enerjisini, münasibətdəki tarazlığını və çəkişmələrini danışacağıq. Ona görə abunə olun. Çünki bu seriya hər həftə sizə yeni bir bürc hekayəsi gətirəcək. Şir kişisi və əqrəb qadını. Şir kişisi diqqət mərkəzində olmağı sevən, özünə inamlı və sadiq bir insandır. O münasibətdə lider olmaq, sevdiyi qadına güvən və sabitlik hiss etdirmək istəyir. Əqrəb qadını isə sakit görünüşünün altında dərin emosiyalar daşıyır. O duyğularını hər zaman açıq göstərməz, amma sevdiyi zaman tam bağlı olur. Bu iki bürc bir-birinə rast gələndə sanki odla su görüşür. Əvvəlcə fərqləri onları biraz uzaq saxlayır. Biri çox açıq, biri çox gizli. Amma zamanla bu fərqlər bir cazibəyə çevrilir. Şir kişisi onun dərinliyini, əqrəb qadını isə onun güvənini sevir. İkisinin münasibəti asan deyil, amma bir dəfə bir-birini anlayanda aralarındakı bağ uzun ömürlü ola bilər. Əqrəb kişisi və şir qadını. Əqrəb kişisi səssiz, amma baxışları ilə çox şey deyən bir insandır. O münasibətdə sadiqdir, amma qarşı tərəfdən də eyni sədaqəti gözləyir. Şir qadını isə parlaq, diqqət çəkici və həyat doludur. O hər zaman sevgisini göstərir, amma dəyər görməyəndə geri çəkilir. Bu iki bürc bir araya gələndə aralarındakı enerji həm sirli, həm də güclü olur. Əqrəb kişisi şir qadının parıltısına heyran qalır, amma onu itirmək qorxusu da yaşayar. Şir qadını isə əqrəb kişisinin dərinliyinə cəlb olunur, amma bəzən onun susqunluğunu anlamaz. Onların münasibəti elə bil səssiz bir güc mübarizəsidir. Amma bu mübarizə sevgiyə çevriləndə çox möhkəm bağ yaranır. Bəs səni hansı bürclərin uyumu maraqlandırır? Şərhlərdə yaz, bəlkə növbəti həftə sənin sevdiyin iki bürcün hekayəsini danışım. Unutma, bu bürclərin uyumu seriyası hər həftə bir dəfə gələcək. Əgər belə bir bürc enerjilərini sevirsənsə, abunə ol, videonu bəyən və səsi paylaş ki, daha çox insan öz bürcünü tanısın. Burada Bürclərin Səsi kanalında hər bürc danışır. Bu dəfə şir və əqrəb danışdı. Gələn dəfə kim danışsın? Buyur şərhlərə.